Məlumdur ki, dahi ideyalar təkcə elmi institutlarda yox, həm də qarajlarda yarana bilər. Məsələn, ilk Apple kompüteri və ya çox-çox illər qabaq MG avtomobil brendi. İllər keçdikcə bu brend xalq sportkarı simvoluna çevrildi. Yüngül, drayvlı və əl çatan qiymətə. Daha Ferrari kimi yox. Heç bilirsiniz ki, drive həzzi əslində mühərrikin həcmi ilə ölçülmür. MG TD Midget. O sadəcə hərəkət etmir, o sanki ətrafdakılara gülümsüyür. Alçaq boylu, səmaya açıq və səmimi. Onun sükanı arxasında oxumaq istəyirsən. Gedək üzü küləyə. Ümumiyyətlə, bu avtomobillə konkret bir yerə getmək istəmirsən. O sanki sənə pıçıldayır, gəzintiyə çıxaq və nədənsə sən də razılaşırsan. Bir sözlə, ona sahib olsan, emosiyalarına sahib ola bilməyəcəksən. İnanmırsınız, bax avtomala gəlin.